Sincarın azad olunması şəhər əhalisi üçün çox gözəl xəbər oldu. İndi isə buradakı insanlar İraq hökuməti və beynəlxalq ictimaiyyətdən daha çox şey gözləyir. Onların bəziləri Amerikan səsinə bildirib ki, artıq ötən il yaraqlar şəhəri ələ keçirdiyi zaman girov düşən yezidi qadın və uşaqların xilas olunması üçün İslam dövlətinə qarşı əməliyyatlar aparılmalıdır. Şəhərin azad olunmasında böyük rol oynayan İraqın Peşmerge adlanan Kürd döyüşçüləri də belə düşünür. Biz IŞİDin girov götürdüyü qadın və qızların geri dönməsini arzu edirik. Bu bizim üçün namus məsələsidir. İlk İslam dövləti hücuma keçdiyində, daha sonra isə şəhərin azad olunması üzərində gedən döyüş zamanı şəhər dağılıb. İndi sakinlərin əsas tələbi şəhərin bərpa olunmasıdır. Biz Avropa ölkələrini, humanitar təşkilatları və Birləşmiş Millətlər Təşkilatını bizə yardım etməyə çağırırlar. Yerli ordu komandirləri şəhərin İslam dövlətindən geri alınmasına baxmayaraq, əks hücum təhlükəsinin olduğunu deyib. Bu yaxınlara dək bizim məqsədimiz şəhəri azad etmək idi. İndi isə diqqət mərkəzimizdə IŞİD bir daha hücum etsə, şəhəri onların nəzarətinə keçməsinin qarşısını almaqdır. Peşmergelər Sincarın azad olunması ilə qarşıda duran işlərin bitmədiyini başa düşdüklərini deyirlər. Vaşinqtondan Əzizə Göyzadə, Amerikanın səsi.